Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz isim mövzusu olacaq. İsim haqqında lazımi qeydləri deyəcəm sizə və düşünürəm ki, imtahanda sizin isimlə bağlı heç bir probleminiz qalmayacaq. Mövzumuz isimdir. Qısa əsas faktlarla deyəcəm. Biz bilirik ki, isim nədir? Əşyanın adını bildirən əsas nitq hissəsidir. Əşya, aydın məsələdir. Əşya həm canlı varlıq ola bilər, həm cansız. Fərqi yoxdur. İstəyir canlı əşya olsun, istəyir cansız əşya olsun. Həmin o əşyanın adını bildirən əsas nitq hissəsi isimdir. Məsələn, deyirəm ki, buradan Əli. Əli canlı bir əşyadır. Aydındır. Bu özü də isimdir. Yəni insan adları özü də isimdir. Yaxud bir də yazaram buradan deyək ki, dəmir. Bu da isimdir. Bu da əşyadır, amma cansız əşyanın adıdır. Bu mənada canlı və ya cansız əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsmin 3 sualı olacaq. Kim, nə və hara. Təbii ki, isimlər müxtəlif hal şəkilləri qəbul edəndə bu suallar, məsələn, kimin ola bilər, kimdə ola bilər, haranın ola bilər, haraya ola bilər və s. Bu aydın məsələdir. Deməli, bizə lazımdır ki, ismin əsas xüsusiyyətlərini bilək. İsmin 6 dənə özünə məxsus xüsusiyyəti var. Bunlar hansılardır? 1. Konkret və mücərrət olmaq. Konkret və mücərrət. Mücərrət. Bax, təsəvvür edin ki, ismin özünə məxsus 6 dənə əşyası olacaq. İndi onlar haqqında bənzətmələrlə deyəcəm. İkinci xüsusiyyət, ümumi və xüsusi olma xüsusiyyəti. Üçüncü xüsusiyyət, ismin tək və cəmdə olma xüsusiyyətidir. Dördüncü, isimlər mənsubiyyətə görə dəyişir, mənsubiyyətə görə dəyişmə xüsusiyyəti. Beşinci, hallanma xüsusiyyəti, isimlər müxtəlif qrammatik şəkillər qəbul edib hallanır. Və altıncı, xəbərli şəkillərini qəbul etmə. Xəbərlik şəkilçilərini qəbul etmə. Təsəvvür edin ki, bu xüsusiyyətlər ismin əşyalarıdır. Konkret və mücərrət olmaq ismin təsəvvür edin ki, corabıdır. Aydındır. Ümumi və xüsusi olmaq ismin papağıdır. Papaq. Digərlərim tək və cəmdə olmaq, məsələn, təsəvvür edin ki, onun ayaqqabısıdır. Ayaqqabısı. Mənsubiyyətə görə dəyişmə onun deyək ki, şalvarıdır. Hallanması onun deyək ki, köynəyidir. Köynəyidir. Aydındırmı? Xəbərli şəkilçi qəbul etmək isə düşünün ki, onun saatıdır. Baxın, isim bu 6 dənə əşyasından bu 2 dənəsini, ilk 2 dənəsini, konkret və mücərrət, ümumi və xüsusi olma xüsusiyyətini heç bir əsas nitq hissəsinə vermir. Yəni, normalda insan öz corabını, öz papağını heç kəsə verməz. Aydındırmı? Amma öz ayaqqabısını müvəqqəti bir qonşusuna, dostuna, qardaşına verə bilər, bacısına verə bilər. Yaxud şalvarını da qardaşı geyə bilər, köynəyini də, saatını da, deyək ki, yaxın bir adamı istifadə edə bilər. Amma düşünün ki, heç kəs öz corabını və heç kəs öz papağını kiməsə vermir. Aydındır? Yəni, bu mənada bənzətmə ilə qeyd edirəm ki, isim bu iki xüsusiyyətini heç bir əsas nitq hissəsinə vermir. Digər əsas nitq hissələri isimləşdiyi zaman ismin yerdə qalan bu 4 xüsusiyyətini qəbul edə bilər. Məhz bunları qəbul etməsi onun hardasa isimləşməsi deməkdir. İndi baxaq, nədir konkret və mücərrəd olmaq? Yadda saxlayırıq ki, konkret isimlər hansılardır? Gözlə görə bilirəmsə, əllə mənim onun təması mümkündürsə, yaxud şəklini çəkə bilirəmsə, həmin isim konkret isimdir. Məsələn, bu ağac ismini mən gözlə görə bilirəm. Aydındır, onun şəklini də çəkə bilirəm. Əllə təmasım da mümkündür. Kitab sözü olsun, fərq etməz. Bu da həmçinin. Məsələn, hava sözü olsun. Biraz sizin üçün qaranlıq qalan məqamlar var. Məsələn, hava sözü olsun, külək sözü olsun. Bunlar özləri də konkretdir. Aydındır. Belə deyək də, havanı mən hiss edirəm, onun isti soyuqluğunu. Yaxud küləyi də həmçinin, gücünü və s. və ilə axır. Bu mənada bu isimlər konkret isimdir. Tamamilə bu tərifin əksi olacaq. Yəni, gözlə görünə bilməyəcək, əllə təması mümkün olmayacaq. Başqa sözlə, maddi olmayan varlıqlara mücərrəd isimlər deyiləcək. Necə ki, yuxu sözü olsun. Aydındır. Necə ki, olsun, vaxt sözü olsun. Necə ki, dostluq sözü olsun. Bunlar mücərrəd isimlər. Mənim dostum var, axı, dostumu görürəm, axı, dost konkretdir. Dostluq mücərrəd anlayışdır. Mən axşam yatanda yuxu görürəm. Sən yuxu görürsən.
hadisə görürsən. Amma yuxu anlayışını mənə göstər görüm, nə mənə şeydir. Yaxud vaxt sözü, zaman sözü və s. və ilə axır. Bu tip isimlər isə mücərrəd isimlər hesab olunur. Elə isimlər var ki, cümlədə yerindən asılı olaraq, işlənmə yerindən asılı olaraq həm konkret, həm mücərrəd ola bilər. Bunlardan 4 dənəsi daha məşhurdur. Məsələn, atalıq sözüdür, analıq sözüdür, nə bilim, bacılıq sözü və qardaşlıq sözləri. Bu ifadələr ögey ana, ögey ata, ögey bacı və ögey qardaş anlamında, yəni bax bir də deyirəm, ögey anlamda bu konkret isimdir. Konkret, yəni bir insandır da, aydındırmı? His, duyğu anlamında isə mücərrəd isimdir. Yəni bu necə olan şeydir? Məsələn, atalığım gəldi. Burada ögey ata mənasında konkret bir varlıqdır, bir insandır, bir isimdir. Amma atalıq ali bir hissdir, nə bilim, qardaşlıq gözəl bir hissdir və s. Bu anlamda işlətdikdə isə cümlədə his, duyğu anlamında işlənəndə bu isimlər necə isimlərdir? Mücərrəd isimlərdir. Yaxud biz bunu sayını artıra bilərik. Məsələn, ağıl sözü olsun, məsələn, kütlə sözü olsun, aydındır. Məsələn, bazar sözü olsun, məsələn, ay sözü olsun və s. Aydındırmı? Məsələn, necə olacaq? Ağıl sözü deyək ki, deməli, konkret varlıq kimi mal-qara saxlanılan yer anlamında konkret isimdir. Qoyunları ağıla saldım. Amma düşüncə anlamında isə onun ağılı, məsələn. Bu zaman isə ağıl sözü mücərrəd varlıqdır. Bazar sözü alış-veriş məkanı kimi konkretdir. Həftənin günü kimi isə mücərrəddir. Yaxud ay sözü olsun. İlin ayı anlamında mücərrəddir. Deyək ki, göydəki ay anlamında bir planet mənasında konkretdir. Kütlə sözü olsun, insan, cəmaət, deyək ki, cəmi mənasında, toplusu mənasında konkretdir. Bir əşyanın kütləsi anlamında isə mücərrəd isimdir. Bu belə. Qarışdırmayaq. Bax, uşaqlar, bax, sevinç sözü. Bu isimdir və konkretdir. Aydındır. Məsələn, duyğu sözü konkret nədir? Mücərrəddir. Sevinç. Sevinməkdən sevinç. Mücərrəd bir isimdir. Yaxud duyğu sözü. Deyək ki, bu mücərrəd bir isimdir. Aydındır, isimdir da. Həyəcan sözü olsun. Fərq etməz. Bax, bu da nədir? Bir sadə bir quruluşuna görə sadə və mücərrəd isimdir. Mən bunlara bir leksik şəkildə artırsam, məsələn, sevincli sözü olsun, duyğulu sözü olsun, duyğusuz sözü olsun, həyəcanlı sözü olsun. Müəllim, bu necə? Bu da mücərrəddir? Xeyr. Çünki artıq sevincli, duyğulu, həyəcanlı, kədərli, qüssəli artıq bunlar isim olmur ki, bunlar artıq sifətdir. Sifət də nə konkret olmaz, nə də mücərrəd. Danışıram ismin növbəti xüsusiyyəti haqqında. Bu xüsusiyyət hansı idi? Ümumi və xüsusi isim anlayışıdır. Nədir xüsusi isim? Bax, Azərbaycan dilində eyni cinsli əşyalar var. Onları biri-birindən fərqləndirmək üçün onların hər birinə verilən adlara, xüsusi adlara deyilir xüsusi isimlər. Aydındır. Məsələn, istənilən ölkə adı. Məsələn, yazıram buradan Türkiyə. Türk, istənilən ölkə adı. Aydındır. İstənilən çay adı. Məsələn, Araz çayı. İstənilən okean adı. Nə bilim, istənilən insan adı. Məsələn, olsun alim, adam adıdır. Bunlar xüsusi isimlərdir. Aydındır. Bir də var ümumi isimlər. Hansı ki, eyni cinsli əşyaların ümumi adlarını bildirən sözlərə deyiləcək. Məsələn, istənilən ağac növünə biz ağac deyirik. Aydındır. İstənilən görünüşündən, böyüklüyündən asılı olmayaraq yaşam üçün o evə biz ev deyirik. Yaxud istənilən deyək ki, biz o əşyaya qələm deyirik. Yəni istənilən əşyaya yox da, yəni qələm belə deyək də, cinsinə mənsub olan bütün o əşyalara qələm deyirik. Aydındır. Və s. və ilə axır. Artıq bu nədir? Ümumi isimdir. Arzu sözü olsun. Ümumi bir isimdir. İnsanın arzusu. Aydındır. Məsələn, duyğu sözü olsun. Ümumi bir isimdir. Duyğu sözü, ümumi bir isimdir. Bir də var ki, elə isimlər var ki, həm ümumi, həm də xüsusi isim kimi işlənə bilər. Məsələn, arzu sözünü götürək. Ümumi isim kimi, kiçik hərflə yazılanda, insanın arzuları anlamında işlənəndə ümumi isimdir. Adam adı kimi işlənəndə, məsələn, arzu mənim bibim oğludur. Bu cümlədə arzu sözü artıq xüsusi isimdir. Eyni zamanda duyğu da həmçinin adam adı kimi xüsusidir. Digər halda isə ümumi isim kimi işlənmiş olur. Bu da belə. İndi sizə danışıram ismin növbəti bir xüsusiyyəti, tək və cəmdə olma xüsusiyyəti haqqında danışacağım. Belə deyək ki, isimlər qrammatik baxımından kəmiyyətcə təkdə də ola bilir, cəmdə də ola bilir. Hər hansı bir ismin fərqi yoxdur. İstənilən bir ismin cəm şəkilçisi, yəni lar-lər şəkilçisini qəbul etməsi həmin ismin cəmdə olması deməkdir. Aydındır, fərqi yoxdur. İstəyir canlı, istəyir cansız.
Fərq etməz. Cəm şəkilçi, yəni larları qəbul edibsə, həmin isim cəmdə olan isim hesab olunur. Ağaclar, adamlar, əllər və s. Aydındır? Yəni o isimdə bu şəkilçi yoxdursa, larlar şəkilçi, həmin isim cəmdə isim yox, təkdə olan isim hesab olunur. Xüsusi isimlər müəllim necə? Cəmlənə bilərmi? Xüsusi isimlər adətən cəmlənməz, amma belə deyək də, ümumiləşdirmə bildirişdə cəmlənə bilər. Məsələn, şeirlərdə ölməz könül, ölməz əsər, nizamilər, Füzulilər, Homerlər, Shakespearelər və s. Biz bədii nümunədə həmin xüsusi isimlərin cəmlənməsi hallarına da rast gəlirik. Bu hal mümkündür. Bəs müəllim, bütün isimlər cəmlənə bilərmi? Bax, bu sualı bəzən uşaqlar deyir ki, müəllim, cəmaət və əhali, cəmaət, əhali. Bir də İctimaiyyət. Bu isimlərdən başqa bütün isimlər cəmlənir. Xeyr, elə bir qayda yoxdur. Bu isimlər toplu isimlərdir. Bu toplu isimlər cəmlənməz. Digər toplu isimlər cəmlənər. Onlar haqqında danışasıyıq. Məsələn, gəl indi sən qardaşlıq sözünü buyur cəmləndir. Qardaşlıq. Yaxud müəllimlik sözünü gəl indi cəmləndir. Mümkün deyil. Yəni burada isimdir, bu da isimdir. Heç də yəni belə deyək də, cəmlənməyən isimlər 3 dənə bu isim deyil ki, sayı daha çoxdur. Aydınlıq xüsusilə peşə anlayışı bildirən isimlər cəmlənməz. Yadda saxlayırıq bunu. Elə isimlər var ki, cəm şəkilçi qəbul etmədən də belə deyək, kəmiyyət baxımından çoxluluq anlayışı ifadə edir. Həmin isimlərə toplu isimlər deyilir. Məsələn, ordu sözü olsun, sürü sözü olsun, naxır sözü olsun, ilxı sözü olsun və s. və ilə axır. Bu sözlər, baxın, tərkibində cəm şəkilçisi varsa, cəm isimdir. Məsələn, ordular, sürülər, naxırlar, ilxılar. Yoxsa tək isimdir. Larlar yoxsa tək isimdir. Nə olsun ki, toplu isimdir. Aydındırmı? Məsələn, elə isimlər var ki, toplu isim kimi bəzi hallarda təhlil edilir, yanlışdır. Məsələn, qarğıdalı sözü olsun, məsələn, salxım sözü olsun, meşə sözüdür, nə bilim mən, dəniz sözüdür. Adi qarğıdalı, çoxlu qarğıdalı topası var da orada. Narın içində gör nə qədər nar var. Meşəndə gör nə qədər ağac var. Bir üzüm salxımda gör nə qədər üzüm dənəciyi var. Xeyr, bu isimlər toplu isim deyil. Toplu isimlər yadda saxlayın ki, insan yaxud heyvan, yəni bu canlı varlıq anlayışı bildirməlidir. Qısası ayağı olmalıdır. Aydındır? Yəni, belə deyək ki, ayağı olan o isimlər ki var, toplu isimlər içərisində, onlar da toplu isimlər. Bu belə. Daha sonra elə isimlər var ki dilimizdə, deməli o da cümlədə yerindən asılı olaraq toplu isim kimi işlənə də bilər, işlənməyə də bilər. Məsələn, həmin isimlərdən biri el sözüdür. Aydındır. El sözü yurt, ölkə mənasında toplu isim deyil. Məsələn, elimizə bahar gəlir. Aydındır. Amma el sözü cəmaət anlamında toplu isimdir. El küçələrə axışırdı. Aydındır. Olsun batareya sözü olsun. Batareya sözü olsun. Əgər burada əskərlər deyək ki, toplusu mənasında batareya təlimə çıxdı. Bu artıq toplu isimdir. Məsələn, deyək ki, telefonun batareyası deyək ki, xarab oldu. Burada isə batareya sözü təbii ki, toplu isim deyil. Bu da belə. Daha sonra danışıram mən sizə nə danışım? İsimlərin quruluşca növlərindən danışacağım. İsimlər quruluşuna görə ya sadə olacaq, ya düzəltmə olacaq, düzəltmə, ya da mürəkkəb olacaq. Deməli, sadə isimlər aydın məsələdir. Bir kökdən yaxud kök qrammatik şəkilçidən ibarət ola biləcək. Məsələn, insan da sadədir, insanlar da sadədir, insanlarımız da sadədir. Yəni, bir sözün tərkibində nə qədər qrammatik şəkilçi olur olsun, yəni tərkibində leksik şəkilçi yoxdursa və mürəkkəb söz deyilsə, həmin söz sadə sözdür. Düzəltmə sözlər isə müxtəlif leksik şəkilçilər artırmaqla düzəltmə sözlər düzəlir. Məsələn, biz baxaq, isim düzəldən şəkilçilərə baxaq. Məsələn, şəkilçilər var ki, adlardan isim düzəldir. Məsələn, çı, çu olsun, mən hər biri haqqında danışmayacağam. Lıq, luq olsun, nə bilim, çə olsun və s. Bu və ya digər bu şəkilçilər adlar üzərinə qoşulub deyək ki, isim düzəldir. Məsələn, çı olsun, dəniz sözü, ona bir dənə çı şəkilçisini artıraq oldu dənizçi. Dəniz ümumi ismindən dənizçi ümumi ismi yarandı. Aydındır. Yaxud da ki, vətən sözü olsun, vətən, ona bir dənə daş şəkilçisini artır, vətəndaş oldu. Aydındır. Yaxud da ki, lıq, luq, fərqi yoxdur. Məsələn, nəfəs sözü var dilimizdə, bir dənə lik artır oldu nəfəslik, birlik. Nə bilim mən, gözlük, qardaşlıq, gözəllik, pislik, yaxşılıq və s. Çağçə olsun. Məsələn,
qazan sözü var dilimizdə. Qazan daha çox kiçiltmə mənalı isim düzəldir. Çağını qoşdum qazanca. Qazanın biraz kiçik forması. Bu belə. Bir də var feillər üzərinə müxtəlif leksik şəkilləri artırmaqla isim düzəldirik. Məsələn, bu və ya digər şəkillər qeyd edirəm. Məsələn, olsun iş, iş, uş, üş olsun. Məsələn, olsun c şəkilçisi olsun. Olsun qınçin, qunçun olsun. Nə bilim, çoxdur o şəkilçilər. T, t, tu, tu olsun və s. Məsələn, ışla olsun. Bu Azərbaycan dilində anlamaq, anla, nəyə et feil var. Ona bir dənə ış şəkilçisini qoş, anlayış, nə isim yarandı. Döyüş də onun kimidir, baxış da onun kimidir. Aydındır. Cacə olsun. Azərbaycan dilində düşün feili var, düşünmək. Ona bir dənə c şəkilçisini qoş, oldu düşüncə ismi. Qınçin, qunçun şəkilçisi olsun, fərq etməz. Məsələn, Azərbaycan dilində yan feili var, yanmaq. Ona bir dənə qın şəkilçisini artır, yanğın. Aydındır. T, t, tu, tu şəkilçisi. Məsələn, bax, Azərbaycan dilində çığırmaq sözü var. Çığır, nəyə et? Ona bir dənə t şəkilçisini artır, çığırdı. Yəni, feil üzərinə leksik şəkilçi artıranda da isim düzəlir. Adlar üzərinə leksik şəkilçi artıranda da isim düzəltmək mümkündür. Var bir də mürəkkəb isimlər. Mürəkkəb isimlər ya bitişik yazılacaq. Bax, diqqətli olun ha. Bitişik. Ya da defislə yazılacaq. Defislə yazılacaq. Yəni, ayrı yazılan mürəkkəb isim yoxdur. Məsələn, bitişik yazılan mürəkkəb isimlərə aid nümunə deyirəm. Məsələn, olsun qara toyuq. Qara toyuq. Dəvə dabanı. Məsələn, iki və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Qara sözü və toyuq sözü. Yəni, burada iki müxtəlif mənalı söz birləşəcək. Yaxud da ki, məsələn, dəvə dabanı sözü yazıram buradan. Dəvə dabanı. Bu da nədir? Bu haqda da deyə bilərik ki, iki müxtəlif mənalı söz birləşəcək. Eyni zamanda başqa bir formada deyə bilərik ki, mənsubiyyə şəkilçili sözün iştirakı ilə yaranan mürəkkəb isimlər. Yaxud sadə və düzəltmə sözün birləşməsindən yaranan. Məsələn, beşillik sözünü qeyd edirəm. Burada beş sadədir, illik sözü düzəltmədir. A və H bitişdiriciləri vasitəsilə düzələn mürəkkəb isimlər. Məsələn, qaça-qaç düşdü. Burada qayda odur ki, eyni feili yazıram, ortada A-nı yazıram. Eyni feili yazıram, ortada H bitişdiricisindən istifadə edirəm. Vur, ha, vur, qaça-qaç. Gəl, ha, gəl və s. və ilə axır. Bir də var defislə yazılan mürəkkəb isimlər. Məsələn, eyni sözün təkrarı. Məsələn, uşaqlar həyətdə top-top oynayırdılar. Yaxın mənalı sözlərin birləşməsindən. Məsələn, toyuq, cücə, bax, yaxın mənalı sözlərin birləşməsi defislə yazılacaq. Əks mənalı sözlərin birləşməsi. Məsələn, dərə, təpə və s. və ilə axır. Təbii ki, bunları mən qaydasını sizə deyirəm. Əlavə olaraq əlinizdəki olan vəsaitdən də bu bilgilərinizi artıra bilərsiniz. Bu da deməli, nədir? İsmin quruluş növləri haqqında məlumat. İndi sizə danışacağım ismin növbəti xüsusiyyəti olan mənsubiyyətə görə dəyişmə xüsusiyyətindən danışacağım. Belə ki, deməli, isimlər, yəni başqa sözlə əşyanın hər hansı bir şəxsə mənsubluğunu bildirən şəkilçilər mənsubiyyə şəkilçiləridir. Mənsubiyyə şəkilçiləri konkret olaraq əzbər bilməlisən. Ümumiyyətlə, Azərbaycan dilində biz bilirik ki, 3 şəxs var. Birinci, ikinci, üçüncü şəxs. Və bunların təki də var, cəmi də var. Birinci şəxsin təkinin mənsubiyyə şəkilçisi im, m-dır. İkinci şəxsin təkinin mənsubiyyəti ın, in, un, ün, n. Üçüncü şəxsin təkinin mənsubiyyəti i, u, ü, s, si, su, sü. Birinci şəxsin cəminin mənsubiyyəti ımız, imiz, umuz, ümüz, mız, miz, muz, müzdür. İkinci şəxsin cəmində ınız, iniz, unuz, ünüz, nız, niz, nuz, nüz. Üçüncü şəxsin cəmində isə deməli i, u, ü, başqa sözlə larlər üstə gəl i, u, ü. Baxın, biz mənsubiyyətə görə dəyişmiş ismin qarşısına rahatlıqla, bax, istənilən şəxsdə olan mənsubiyyət şəkilçili söz olsun, fərq etməz. Onun əvvəlinə öz əvəzliyini artıra bilirik rahatlıqla. Məsələn, kitab sözü deyil. Ona bir dənə şəkilçisini artır, kitabım. Özü əvvəlinə qoy, öz kitabım. Görsən, kitab kimə məxsusdur, kimə mənsubdur. O dəqiqə bilinir, mənə, mənim kitabım. Aydındır. Yaxud yazıram buradan, kitabımız olsun. Kitabımız əvvəlinə öz artır, öz kitabımız. Rahatlıqla, öz əvəzliyindən istifadə edə bilərsiniz. Bu bir nömrə. Bundan əlavə, şəkilçili, mənsubiyyət, daha doğrusu mənsubiyyət şəkilçili sözün qarşısına mənim əvəzliyini artıra bilərsiniz rahatlıqla. Mənim. Yəni, mən əvəzliyi imyəli çaldı. In, un, ün olanda sənin əvvəlinə. I, u, ü olanda onun. Imız olanda bizim. Inız olanda sizin, yaxudları olanda onların. Məsələn, kitab sözü deyil, kitabım olanda mənim kitabım. Kitabın olanda sənin kitabın. Olanda onun kitabı.
I'mız olanda bizim kitabımız, ınız olanda sizin kitabınız, kitapları olanda ise onların kitapları. Aydındır. Bu kadar rahatdır. Çətin bir şey değil. Çətin bir şey yoktur burada. Daha sonra biz ya bir neçə söz var burada. Mesela bunlar hansılardır? Tale sözüdür, mövqe sözüdür, mənşə sözüdür, mənşə. Ondan sonra mənafi sözüdür, mənafi sözüdür, mənbə sözüdür, su, bir də nə. Bunları yazmaqda məqsədim nədir? Ümumiyyətlə Azərbaycan dilində belə qayda var ki, isimlər mənsubiyyətə görə dəyişəndə deyək ki, s bitişdiricisindən istifadə edilir. Məsələn, ata sözü, onun ata-ı demirik də, onun atası s bitişdiricisindən istifadə edirik. Aydındır. Amma bu yazdığım bu sözlər, bax bu 5 dənəsi alınmadır mənşəcə, son 2 dənəsi mənşəcə millidir. Bu sözlər mənsubiyyətə görə dəyişəndə s bitişdiricisindən yox, y bitişdiricisindən istifadə edəcəyik. Məsələn, tale sözü deyil. Buna bir dənə birinci şəxsin təkinin mənsubiyyətini artırım. Taleim yox, taleyim olacaq. Aydındır. Mənşə sözü deyil. Ona bir dənə üçüncü şəxsin təkinin mənsubiyyətini artırıram. Y bitişdiricisindən istifadə edirəm. Mənşəyi, mənbəyi, suyumuz, nəyimiz, mənim səndən gizli nəyim var ki? Bax görsən nə? Əvəzliyi burada mənsubiyyətə görə dəyişəndə y bitişdiricisindən istifadə etdim. Bu belə. Növbəti dərsimizdə biz ismin halları haqqında danışanda mənsubiyyət şəkilçisi ın, in, on, ün, ın, in, on, ün, bir də ı, i, u, ünün təsirli hal, ismin təsirli halı, ın, in, on, ün isə yiyəlik. Yiyəlik halına müqayisəsindən daha ətraflı danışasıyıq. Amma indi sizə lazım olacaq o dərsdə. Yadda saxlayıq, testləri işləyərkən lazım olacaq. In, in, on, ün şəkilçisi qeyd etdiyim kimi həm mənsubiyyət şəkilçisidir, həm də ismin yiyəlik halın şəkilçisidir. Yaxud ı, i, u, ü həm mənsubiyyət şəkilçisidir, həm də ismin təsirli halın şəkilçisidir. Və bunları mən cümlədə necə ayıracağım? Təbii ki, çox rahat. Məsələn, belə bir cümlə yazıram. Kitabı mənə ver. Mənə ver. Sadə. Yaxud deyirəm ki, kitabın vərəqi. Vərəqi cırılıb. Mən harda ı, i, u, ü görsəm, onun əvvəlinə onun, yaxud öz əvəzliyini artıra bilirəmsə, o mənsubiyyətdir. Məsələn, onun kitabı mənə ver olmur. Öz kitabı mənə ver olmur. Amma desəm ki, belə cümlə yazsam ki, kitabı məndədir. Bu cümlənin əvvəli rahatlıqla onunu da artıra bilərəm, özü də artıra bilərəm. Öz kitabı məndədir. Onun kitabı məndədir. O dəqiqə bilinir ki, bu kitab kiməsə məxsusdur. Nə oldu o zaman burada? Burada oldu mənsubiyyət şəkilçisi. Bəs burada nə olacaq? Təsirli hal. Eyni qayda ın üçün də deyəcəm. Necə deyəcəm? Belə bir cümlə yazıram. Kitabın vərəqi, bayaq yazdığım cümləni yazıram. Cırılıb. Bir də yazıram ki, burada kitabın evdə qalıb. Sual işarəsi lap düzəldirəm burada. İndi mən bayaq demişdim, harda ın, in, un, ün varsa əvvəlində sənin, yaxud öz əvəzliyini bütün hallarda artırmalıyam. Artıra bilərəm. Sənin və öz əvəzliyini artıra bilirəmsə ın, in, unun şəkilçili sözün qarşısına, o olur mənsubiyyət. Deyə bilərəm, sənin kitabın vərəqi cırılıb. Öz kitabın vərəqi cırılıb. Xeyr, deyəmədim. Niyə? Çünki bu ın mənsubiyyət deyil ki, bu yiyəlik haldır. Amma sənin kitabın evdə qalıb, öz kitabın evdə qalıb. Bu cümlədə isə rahatlıqla mən sənin və öz əvəzliyini artırdığım zaman ının mənsubiyyət olduğu, yəni kitabın kiməsə məxsus, mənsub olduğu ortaya çıxmış olacaq. Bu da çox rahat, sadə bir üsulla deməli, mənsubiyyət, yaxud yiyəli hal, yaxud təsirli hal şəkilçilərinin bir-birindən fərqləndirilməsi qaydasıdır. Belə, növbəti dərsdə ismin halları haqqında danışacağıq. Dərsimiz bu qədər. Gələn görüşlərə qədər sağ olun.